Şəkildə kimi olan bir aracın 0-2 saniyə aralığında təcili A1, 2-6 saniyə aralığında isə A2-də nisbətlərini bizdən soruşur. Gəlin A1-i tapaq. A1 nəyə bərabərdir? Təcilin üstünü yazaq. V0 bölünsün T. Birinci 0-2 saniyə aralığına baxaq. Zamanı yazırıq ki, son sürətimiz 20, başlanğıc sürətimiz 0. 20-dən çıxırıq. 20 0 qalır 20. Cavab elədi 10. İndi baxaq ikinciyə. 2-6 saniyə arası. Nə qədər vaxt keçib? 4 saniyə vaxt keçib. Son sürət 40-dır, başlanğıcda 20-dir. 20 bölünsün 4-dən cavab nə olur? 5. Məndən A1 bölü A2-ni soruşur, yəni 10 bölünsün 5 cavab olacaq 2. Doğrusal bir yolda hərəkət edən bir aracın hız zaman qrafiki şəkildə kimidir. İndi mənə deyir bu yargılardan hansı doğrudur? Baxaq. Aracın yavaşlama ivməsi 10 metr bölü saniyə kvadratdır. Gəlin A-sını tapaq. A-sını tapaq. A nəyə bərabərdir? V0 bölünsün T'yə. Zaman nə qədərdir? Baxın. 3 saniyə qədər yavaşlayan hərəkət eləyir. Yəni təcili hərəkət eləyir. 3 saniyədən 6 saniyə isə bərabər sürətlə hərəkət eləyir. Ona görə təcil ancaq 3 saniyə qədər olan hissədə yaranır. Son sürət 30-dur, başlanğıc sürət də 60-dır. 30 bölünsün 3 olacaq -10. Məndən qiymət soruşur da. Ona görə 10 götürürəm. Bəli. Aracın yavaşlama ivməsi 10 metr bölü saniyə kvadratıdır. İndi nə deyir? Mənə deyir ki, 6 saniyə sonunda araç toplam 225 metr yol gedibdir. Bunun üçün nə etməliyəm? Qrafikin altında qalan sahələri tapmalıyım. Bax, bir bu trapeziyanın sahəsini tapsam, bir də bu düz bucaqlının sahəsini tapsam, rahatlıqla həll edəcəm. Baxaq, birinci bura deyək S1, bura deyək S2. S1-i tapaq. Trapeziyada da kiçik oturacaq 30-dur, böyük oturacaq 60-dır. Bölürük 2-yə, vururuq 3-ə. Olacaq. Deməli, 90 bölü 2, 45. 45-i də vuraq 3-ə. Eləyəcək 135. İndi düz bucaqlıdır S2. Nəyə bərabərdir? 30 vurulsun 3-dən cavab olacaq 90. Onlar da cəmliyində 225 verir. Bəli. 6 saniyənin sonunda araç 220 metr yer dəyişmə edibdir. 3-6 saniyə arasında araç sabit ivmə ilə hərəkət edib, yox. Sabit ivmə ilə yox. Sabit ivmə o demək ki, bərabər təcillə hərəkət edib, yox. Bərabər sürətlə hərəkət edib, təcil yaranmır. Düzgün cavab 1 və 2 B variantı. Doğrusal bir yolda duran bir araç sabit 5 metr bölü saniyə kvadratı təcillə hərəkətə keçir. Cismi 2-ci saniyədə yer dəyişmə, deməli 2-ci saniyədəki yer dəyişməsi 4-cü saniyədəki yer dəyişməsinə oranı, nisbəti məndən soruşur. Baxaq. Deyir ki, doğrusal bir yolda durub. Durubsa tez yazıram. Başlanğıc sürəti 0-dır. Sabit 5 metr bölü saniyə kvadrat təcillə hərəkətə keçirir. 2-ci saniyədə nə qədər yer dəyişməliyəcək? AT kvadratı bölünsün 2-yə görə. A-sı 5-dir. Zaman 2-ci saniyədə deyirsə kvadratı 4 bölünsün 2. Cavab nəyi verir? 10-u. Deməli, 2-ci saniyənin sonunda 10 metr yer dəyişmə edibdir. 4-cü saniyənin sonunda isə yenə AT kvadratı bölü 2-dən. Deməli, 5 vurulsun 4-ün kvadratı 16 bölünsün 2. Eləyəcək 40. İndi mənə deyir ki, yer dəyişmə nisbətini soruşur. Onu 40-a böləndə cavab olur 4-də 1 A variantı. Ruhun haldan, yəni başlanğıc sürəti 0-dır. Hərəkətə başlayan bir aracın ivmə zaman qrafiki verilibdir. 4-cü saniyənin sonunda aracın hızı 10 metr bölü saniyədir. Bax, yazıram B nəyə bərabərdir? A, T-yə. Çünki V0 0-dır. Təcili 10-dur. Deməli, birinci 2-ci saniyə üçün sürəti tapaq. Oldu 20. 2-ci saniyənin sonunda oldu sürəti 20. Deməli, buna yazaq V1. Onda V2-ni tapanda nə edirik? V2-ni, yəni 2-ci saniyə, 4-cü saniyə zaman aralığı, yəni 2 saniyə müddətində, deməli, 2-ci saniyənin başlanğıcının 10 sürəti olub 20. Yazıram 20 çıxılsın, sürət, daha doğrusu təcil mənfidir, 5 vurulsun. 2 ilə 4 saniyə arasında da 2 təcil zaman keçib 2 saniyə. 20-dən çıxırıq 10, qalır 10. Deməli, həqiqətən 4-cü saniyənin sonunda sürət 10 metr bölü saniyə olacaq. Sonra nə deyir? Araç 2-4 saniyə aralığında yavaşlayıb. Bəli, birinci durduğu haldan mütləq şəkildə yeniləşib. Yeniləşən hərəkət edib x ox istiqamətində. Ondan sonra isə artıq təcil mənfi olub. Deməli, cisim elə bir sürət qrafiki belə olub da. Birinci x ox istiqamətində yeniləşib, ondan sonra isə yavaşlayan hərəkət edib. 2 də düzdür. 4-cü saniyənin sonunda toplam 50 metr yol gedib. Bunun üçün yəni tapaq birinci. Baxın, birinci bax bu deməli 2 saniyə qədər ki yol tapaq AT kvadrat bölü 2. Çünki durduğu vəziyyətdən V0 0-dır, hərəkətə başlayıb. Təcil 10-dur, zaman 2 kvadratı 4 bölünsün 2 nəyi verir mənə? 20 metri. Düzdürmü?
Deməli, toplam getdiyi yol məndən soruşur. Onda dedik ki, ikinci saniyənin sonunda 10 sürəti nəyə bərabər olub? 20-yə. Və buraya yazaq S1, buraya yazaq S2. Onda yazırıq V0T minus AT kvadratı bölü 2. Artıq ikinci saniyədən başlayır, yavaşlayır. 20 vurulsun 2, 40, çıxılsın. Təcil 5. Deməli, vurulsun 4 bölü 2. İxtisar getdi 2, 40 çıxılsın 10, mənə verəcək 30-u. Deməli, ikinci saniyədən 4-cü saniyəyə qədər 30 metr yol gedib. Ondan qabaq da 20 metr yol gedib. Onların cəmi mənə nə verir? 50. Həqiqətən də 3 yarğının 3-ü də düzdür. Cavab olur Y variantı. Yolda durğun haldan, yəni başlanğıc sürətsiz hərəkətə başlayan bir aracın təcil zaman qrafiki verib sürət zaman qrafikinə keçirik. Təcil müsbətdir və durğun haldan hərəkətə başlayırsa yeniləşən hərəkət eləyir və təcil müsbət olduğuna görə x ox istiqamətindən daha doğrusu. Deməli, sürət də x ox istiqamətdə olmalıdır. Deməli, cisim necə hərəkət etməlidir? Təcil və sürət eyni istiqamətdə olduğuna görə yeniləşməlidir. A variantı uyğun gəlmir, yavaşlayan hərəkətdir. D variantı uyğun gəlmir, çünki biz dedik x ox istiqamətdə yeniləşir. Artıq T2 tez zaman anında neyinir? Təcil mənfi olur, cisim yavaşlayan hərəkət etməyə başlayır. Görək hansı qrafikdə yavaşlayan hərəkət var? B-yə uyğun gəlmir, çünki B-də bərabər sürətli hərəkətdir. Qalır C və Y. Sonra təcil yenə müsbət olur və cisim müsbət istiqamətdə, yəni yeniləşən x ox istiqamətdə yeniləşir. Cavab olur C variantı. Düzgün bir yolda hərəkət edən bir aracın hız zaman qrafiki şəkildəki kimidir. 0-6 saniyə aralığında 140 metr yer dəyişmə etdiyinə görə 0-4 saniyə arasındakı təcilin. Baxın, bütün bu fiqurun sahəsi 140-dır. Gəlin, baxaq. Birinci, bu trapesiyə baxaq. Baxın, bu trapesiyanın sahəsini gəlin. Yazaq, sahə düsturun. Baxaq. 10 üstə gələk. V bölünsün 2, vurulsun 4. Üstə gələk. Bir də bu düzbucaqlının sahəsi. Nəyə bərabərdir? V vurulsun 2-yə, yəni 2V-yə. Nəyə bərabərdir? 140-a. Buradan V-ni tapa bilərik də rahatlıqla. 2 ilə 4 gedir, burada qalır 2. 2-ni də vursaq 20 üstə gələk 2V, üstə gələk 2V bərabərdir 140-a. 20-ni keçirdək bərabərin digər tərəfinə. Olacaq 4V bərabərdir 120 və də nəyə bərabərdir? 30 metr bölünmüş saniyə. Deməli, sürət oldu 30. İndi məndən 0-4 saniyə aralığındakı təcil soruşur. Çünki 2-4 saniyə sonra bərabər sürətlə hərəkət edir, təcil yaranmır. Baxaq, təcilimiz nəyə bərabərdir? V çıx V0 bölünsün T-yə. 30 çıxılsın 10, 20, zaman da 4. Nisbət mənə nəyi verir? 5 metr bölünsün saniyə kvadratın. Baxaq 7-yə. Doğrusal bir yolda hərəkət edən bir hərəkətinin konum zaman qrafiki verilib. Buna görə hərəkətinin K, L, M bölgələrindəki hərəkəti üçün aşağıdakı söylənənlərdən hansı doğrudur? Deyir ki, K hissəsində cisim necə hərəkət edir? Baxaq. Deməli, koordinat başlanğıcına sürüşdürsək, necə hərəkət edəcək? Yeniləşən hərəkət edəcək. A variantı, C variantı və Y variantı avtomatik çıxdı. Sonra L hissəsində neynir? Baxın, T oxuna yaxınlaşır. Yavaşlayan hərəkət edəcək. M-də isə koordinat başlanğıcına sürüşdürsək, baxın bu M hissəsində neynəyəcək? Görürsünüz, T oxundan uzaqlaşır və yeniləşən hərəkət edir. Deməli, yeniləşən, yavaşlayan və yeniləşən 4, 7 daha doğrusu olacaq B variantı. Hız zaman qrafiki şəkildə kimi olan bir araç hərəkətinin T anına qədər 200 metr yer dəyişmə etdiyini deyir. Deməli, bax, T anına qədər deyir 200 metr yer dəyişmə edib. Bu trapesiyada da baxın. Bu trapesiyanın sahəsi mənə verib nə qədərdir? 200. Bax, 20 üstə gələk 60 bölünsün 2 vurulsun T mənə nəyi verir? 200-ü. 80 bölünsün 2, 40 T bərabərdir 200-ə. Onda mən tapıram neçə eləyir? Deməli 5. 5 saniyə. Deməli, bax, mən bu zamanın 5-dir. Bu da 2T olduğuna görə burada olur 10. İndi deyək, 2T anına qədər yapılan yer dəyişmə 300-dür. Bax, bura qədər 200-dür. İndi bura baxaq. 5 vurulsun. S bərabərdir VT-dən, saatli bərabər sürətlə hərəkət edir. 20 vurulsun 5-dən, burada eləyir 100. 200 ilə 100-ün də cəmi eləyəcək 300. Bəli, düzgün fikirdir. Sonra nə deyir? 0T aralığında ivmə 8-dir, yəni təcil. Gəlin, baxaq. Təcil nəyə bərabərdir? A bərabərdir. V çıx V0 bölünsün T. Məndən modulda qiymətini soruşur. Yəni, mənfi alsaq da biz qiyməti götürəcək. Mənfi nəzərə almırıq. Yəni, 20 çıxılsın 60 bölünsün
Zamanda 5 tapmışdıq. Buranı da sildim. Bura 5, bura 10'dur. Deməli, 40 bölünsün 5 cavab olur 8. Mənfi 8. Bizim müsbətin götürüb, modulunu götürüb. 2 də düzdür. 0, 2T aralığında isə ortalama hızı 30'dur. Gəlin baxaq. Deməli, 60 metr bölü saniyə sürətlə başlayır. Düzdürmü? Heç ehtiyac yoxdur. Bax, orta sürəti bununla da hesablaya bilərik ən yaxşısı da. S ümumi böl T ümumi. S ümumini tapdıq 300'dür. T ümumini tapdıq. O da 10'dur. Cavab eləyəcək 30. Bəli. 3 yargının 3'ü də düzgün fikirdir. Konum zaman qrafiki şəkildəki kimi olan hərəkətli 1, 2, 3 bölgələrində ivmə, yəni təcil böyüklükləri, yəni qiymətləri bərabərdir və sabitdir. Buna görə hansı bölgələrdə hız ilə ivmə, yəni təcil eyni istiqamətdədir, yeniləşən hərəkətlər götürməliyik. Baxın, birinci qrafikdə T oxuna yaxınlaşır. Necə hərəkətdir? Yavaşlayan hərəkətdir. Yəni birinci bölgə ola bilməz. İkinci bölgəyə baxaq. İkinci bölgəni baxın, gəlin. Koordinat zaman qrafikində biz bilirdik də. Koordinat başlanğıcına sürüşdürə bilərik. Gördün, ikinci hissəni sürüşdürdüm. Necə hərəkət edir? T oxundan uzaqlaşdığına görə yeniləşən hərəkət eləyəcək. X ox əksi yeniləşəcək. O zaman həm təcil, həm sürət eyni istiqamətdə olacaq. 2-ni götürürəm. 3-də isə görürsünüz T oxuna yaxınlaşır. Ona görə bu da yavaşlayan hərəkət olacaq. Cavab ancaq 2 bölgəsi olur. Cavab olur bir variant.